Dünən ilk dəfə şagirdin müəllimi güllələməsinin şahid olduq. Bu hal birinci dəfə olsa da müəllimlərə qarşı olan haqsızlıqlar, hörmətsizliklər çoxdan var. Və mən özüm də müəllim olmaq istəyəndə çox adam mənə deyir ki, niyə müəllim olub? Amma məncə müəllimlərin gələcəyi parlaqdır və məncə hətta o dövr təkrar olunacaq ki, valideynlər övladlarını müəllimin yanına gətirib deyəcəklər ki, əti sizin, sümük bizim, neynirsiz eləyin, istəyirsiniz döyün, oxusun. Yəni kimisə döyülməsinin tərəfdarı deyiləm, amma bir vaxtlar bu sözləri deyən valideynlər var idi və məncə dövr təkrarlanacaq ki, yenidən valideynlər elə olacaq. Və icazə verin bunun niyə belə olacağını düşündüyümü izah edeyim. Sizi ərköyün uşaq müəllimin sözünə baxmadı, müəllimi yola verdi və sabah valideyninin sözünə baxacaqmı? Yaxşı deyib valideynin də sözünə baxdı, valideyni ilə yola getdi. Bəs ərköyün böyümüş uşaq gələcəkdə müdiri ilə yola gedə biləcəkmi? Hardasa özünə uyğun iş tapıb işləyə biləcəkmi? Dünyada əmək bazarı qəlizləşir, hər şey çətinləşir. Yaxşı iş tapa bilmək çətinləşir. Belə bir dövrdə valideynlər övladlarını ərköyün böyütməklə, nə istəsən olar, müəllim sənin yanında heç nədir deməklə ona yalnız pislik eləmiş olurlar. Yoxsa əgər düşünürlərsə ki, öz biznesləri olacaq, marka patronu olacaqlar, alver eləyəcəklər və s. pul qazanacaqlar. Mən düşünmürəm ki, bu tip asan pul qazanma yöntəmləri davam eləyəcək. Ona görə ən əsası yaxşı bir vətəndaş olmaq, yaxşı bir fərd olmaq, yaxşı bir ixtisasa yiyələnməkdir. Üçüncüsü, belə bir dövrə var da, çətin zamanlar güclü insanları yaradır. Həmin güclü insanlardan rahat vaxtlar yaranır. Rahat vaxtlar insanları zəifləşdirir. Həmin zəif insanlardan da yenidən çətin vaxtlar yaranır. Yəni sözümün canı odur ki, bugünkü gün uğurlu olan adamlar vaxtı ikən əziyyətlərdən keçiblər və yaxud da ki, vaxtından çoxlu pullar olub. Hər iki halda əgər istəyirlərsə ki, övladları üçün hər şey rahat olsun, hər şeyin uşaqlar üçün rahat olması onları yalnız ərköyünlüyə sürükləyir və bu da hər şeyi onların özü üçün qəlizləşdirəcək. İkinci və üçüncü dediklərimi ümumiləşdirsəm, mənə elə gəlir ki, o dövr yenidən təkrar olacaq ki, valideynlər övladlarını gətirib müəllimə deyəcəklər ki, neynirsiz eləyin, oxusun.